Sosial sığorta ödənişlərini hər ay ödəməliyik, yoxsa rüblü ödəsək kifayətdir? Sosial sığorta ödənişləri hər ay bitdikdən sonra növbəti ayın 15-nədək edilməlidir. Hesabat isə, yəni rüblük vahid bəyannamə olaraq hər rübl bitəndən sonra növbəti ayın 20-sinə kimi verilir. Yəni bəzi sahibkarlar bəzən praktikada qarışdırırlar, hesabatın verildiyi vaxtı ödəniş etmələri gərəkdiyini düşünürlər. Lakin əslində hesabat rüblük verilsə də ödəniş hər ay edilməlidir. Rüblü etməyin problemi nədir? Rüblü etdikdə bu problem yaşanır ki, edilməmiş ödəniş üçün, məsələn, deyək ki, birinci ayın ödənişi birinci ay bitəndən sonra növbəti ayın 15-nə kimi ödənməliydi, ödənilməyib. Bu, rübl bitəndən sonra ödənilir. O halda ödənilməli olduğu tarixdən ödənildiyi tarixə qədər olan müddətdə hər gün üçün 0,1% əlavə pensiya hesablanır. Yəni, bu da bir növ maliyyə itkisi olmuş olur. Bundan əlavə, ödəniş gecikdiyi zaman bəzən hesaba sərəncam qoyulur. Bu da müəyyən ödəmələrin və s. digər proseslərin gecikməsinə səbəb olur. Hətta bəzən belə deyək, mühasib diqqətsizlik edir və hesabda sərəncam olduğu halda həmin borcu əlavə olaraq bir ödəniş tapşırığı yaradaraq ödəyir. Bu da borcun 2 dəfə ödənilməsinə gətirib çıxarır. Təbii ki, yəni bu biraz istisna haldır, daha diqqətli olmaq lazımdır. Amma yenə də biz hər bir halda sahibkarlara tövsiyə edirik ki, hər ay bitdikdən sonra növbəti ayın 15-nə qədər sosial sığorta ödənişlərini etsinlər.